Diqqət, sizinlə işimiz var. İş qurmaq, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Biz bugün restoran marketinqi haqqında danışırıq. Bu sektorda marketinqlə məşğul olmaq digərlərindən nə qədər fərqlənir və ya bizdə restoranı müştəri seçəndə əsasən nəyə fikir verir? Bununla bağlı müzakirəmiz olacaq. Həmsöhbətim isə Başkənd Restoranlar Şəbəkəsinin marketinq direktoru Ramin Fərəcullayevdir. Müzakirəmizi dinləyin, mövzu ilə bağlı suallarınız yaransa, ola bilər siz də kiçik sahibkarlıqla məşğul olmaq istəyirsiniz və məhz restoran biznesi gözünüzə daha yaxşı görünür. Nəsə soruşmaq istəyirsinizsə marketinqlə bağlı, onda buyurun. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 11 22. Ramin bəy, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun, təşəkkür. Mən də salamlayıram həm sizi, həm də bizi dinləyənləri, daha sonra bizi izləyənləri də salamlayırıq. Çox sağ olun dəvət üçün və düşünürəm ki, bu gün maraqlı bir müzakirəmiz olacaq. Restoran biznesinin hazırki vəziyyəti sizcə necədir? Ümumilikdə pandemiyadan sonra böyük bir yüksəliş xətti var. Hal-hazırda yəqin ki, sizlər özünüz də müşahidə edirsiniz ki, durmadan çoxsaylı yeni restoranlar açılır və bu yeni restoranların artıq hərəsi bir konseptdə açılır. Coffee shoplar çox sayda açılır. Ümumilikdə əgər vəziyyəti dəyərləndirsək, mən düşünürəm ki, hal-hazırda inkişaf mərhələsindəyik. Xüsusilə bugünkü mövzumuz olan restoran marketinqi sözü belə düşünürəm ki, bununla əvvəllər sırf peşəsi marketinq olmayan insanlar məşğul olurdusa, bugün artıq az sayda da olsa, sırf restoranda marketinq mütəxəssisi olan restoranlarımız, şəbəkələrimiz var və ona görə də mən düşünürəm ki, bu iş yaxşıya doğru gedir. Əgər əvvəllər düşünürəm brendinqə və digər detallara, istər menyu tərtibatına, istər restoran tərtibatına daha çox əvvəla dada fokuslanmışdıqsa, bu gün artıq digər detallara da fokuslanırıq. Bu da düşünürəm ki, sektoru inkişafına gətirib çıxardır və ən azından biz bu gün restoran marketinqini müzakirə ediriksə, bu artıq bir nöqtəyə gəldiyimiz anlamına gəlir mənə görə. Vurğulayırsınız ki, biz daddan başqa artıq restoran biznesində olanlar digər detallara da fokuslanmağa başlar. Amma buna ehtiyac varmı sizcə? Yəni dad yaxşı olsa onsuz da hamı gələcək. Bu əvvəllər bəli belə idi. Az sayda əvvəllər restoranlar olanda və insanlar daha çox evdə qidalananda və fərqli yemək üçün və yaxud belə deyək, xüsusi gün, yalnız xüsusi günlərdə restorana gedəndə bu əvvəllər belə idi. Amma hal-hazırda biz görürük ki, artıq insanların vərdişləri dəyişib. Artıq insanlar daha az evdə yemək yeyir, daha az artıq evdə hətta yemək bişirir deyərdim və bu gün restoranlara müraciət çoxalıb. İş həyatımız artıq daha çox tutduğundan biz işdən sonra ya coffee shoplara üst dururuq, nahar vaxtı mütləq restorana nahar üçün üst dururuq, həftə sonu mütləq səhər yeməyinə qədər. Sanki bir artıq sistem formalaşıb ki, nə edəcəyini artıq sistem fərqlənib ki, sən həftə sonu mütləq səhər yeməyinə getməlisən, axşam coffee shopda oturmalısan, günortada naharı restoranda etməlisən. Bu artıq bir qəlib formasında formalaşıb deyə düşünürəm. Ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş dinləyin. Restoran marketinqi haqqında danışırıq və restoran marketinqi deyəndə mənim ağlıma ilk növbədə bu SMM işləri gəlir. Sadəcə sosial mediada çox qəşəng, iştah açıcı yeməklərin şəkilləri olmalıdır və hansı influencerlar oradan paylaşım eləməlidir ki, biz bura getdik, hər şey yaxşıdır, siz də gəlin. Amma başqa belə bir önəmli bir şey gəlmir. Yəni əsas strategiya bundan ibarətdir restoranlarda. Əgər real danışsaq, bəlkə bu gün məsələn 1000-dən çox əgər belə deyək, restoran və yaxud kafe tərzi məkanlar varsa, bunun məncə mütləq əksəriyyətində dediyiniz kimi marketoloq yox, sosial media mütəxəssisi var. Və bu prinsipini nəzərə alsaq, çox doğru qeyd edirsiniz ki, bəli, bir çoxlarımız üçün, hətta
bu yaxşılaşmağa doğru gedir deyə düşünürəm. Hal-hazırda bizim kimi şəbəkələr və bizim kimi digər şəbəkələrin də artıq marketinq mütəxəssisləri var. Hətta mən xatırlayıram ki, ilk əvvəllər ölkəmizə türk restoranları gələndə onlar ilk marketinq mütəxəssisləri onlardan gəldi. Onlar o ənənəni yaratdı və ondan sonra bir qism restoranların mən düşünürəm ki, yalnız sosial media mütəxəssisi var idi. Bu qeyd etdiyiniz kimi nə ehtiyac var sözündən məncə gəlib çıxır ki, müştərim var, lokasiyanı doğru seçmişəm. Çünki mən düşünürəm ki, əvvəllər də marketinq var idi restoran sektorunda. Sadəcə olaraq onun marketoloqlar idarə etmirdi. Sahibkarlar idarə edirdi, administratorlar idarə edirdi. Deyək ki, digər administrativ vəzifələrdə məşğul olan şəxslər idarə edirdi. Amma son dövrlərdə artıq iş böyüdükcə xüsusilə şəbəkələşməni mən nəzərdə tuturam. Çünki şəbəkələşmə olduqda brendinq artıq gündəmə gəlir. Şəbəkələşmə olduqda artıq PR gündəmə gəlir. Şirkətin belə restoranlar artıq şirkətləşir. Bəzən mən deyəndə ki, şirkət deyəndə deyirlər, yox, restoran deyildi o. Yəni restoranın da bir şirkət olduğu, korporativ mühit olduğu son illərdə artıq yaranıb. Yəni mən düşünürəm ki, bu çox önəmli bir məsələdir və doğru qeyd edirsiniz ki, 4P-nin bu gün yalnız digər hissələrini sahibkarlar və digər administrativ şəxslər etdiyi üçün marketoloqlar yalnız bunun promotion tərəfində idi. Amma artıq mən elə gəlir ki, artıq şəbəkələr yarandıqca, xüsusilə mən bunu dönə-dönə vurğulamaq istəyirəm ki, Azərbaycanda restoran sektorunun inkişafını yaradan əsas şirkətlər şəbəkələrdir. Çünki tək-tək olduqda, yəni bir kafe, bir restoran olduqda, burada baxırsan ki, hər şey bir adam edir. Yəni iş bölgüsü paylanır və beləliklə baxırsan ki, orada hər bir peşənin öz mütəxəssisi olmur. Amma şəbəkələşmə olduqdan sonra baxırsan ki, onların öz fotoqrafı olur, öz videoqrafı olur, öz dizayneri olur, öz belə deyək ki, mobilqrafı olur, marketoloq olur, böyük bir komanda çalışır və bu Azərbaycanın hal-hazırda reallıqda var. Yəni mən digər ölkələrdən danışmıram. Həqiqətən də bu gün şəbəkələr arasında komandası olan şirkətlər var. Və mən düşünürəm ki, biz artıq komanda yaradandan sonra artıq marketinq, qiymət qoyma, həmin o 4P-nin qiymət qoyma prosesində də iştirak eləyir, lokasiya prosesində də iştirak eləyir, hətta ad qoyma prosesində iştirak eləyir ki, adı necə olsun, növbəti şəbəkələrin adı necə olsun. Mən düşünürəm ki, sosial medianı sizin daha çox müşahidə etməyinizə səbəb büdcədir və yaxud nə ehtiyac var sözün. Hələ mən düşünürəm ki, o ehtiyaclar piramidasının o mərhələsinə gəlib çatmamağın səbəbi kimi görürəm. Amma artıq şəbəkələşəndən sonra artıq bir də vizyon lazımdır ki, buna ki, sən biləsən ki, sən 10 il, 20 il eyni adla fəaliyyət göstərmək istəyirsən, yoxsa qısa müddətli yanaşırsan, 2 il, 3 il bu restoranı işlədib, daha sonra digər restorana keçim. Bu da rol oynayır ki, əgər şəbəkə uzun illər fəaliyyət göstərmək istəyirsə, mütləq şəkildə onun marketinq mütəxəssisi olmalıdır, SMM yox, marketinq mütəxəssisi olmalıdır. SMM isə o işin bir parçası olmalıdır. Yəni sosial media bu gün marketinq tamamilə marketinq demək deyil, amma onun bir parçasıdır. Yəni başlanğıcda sosial media ilə etmək olar, amma daha sonra böyümək haqqında düşünürsünüzsə, burada bir marketoloqa ehtiyac var. Siz şəbəkə restoranlardan birinin marketinq direktorusunuz. Məsələn, nə işlə məşğul olursunuz? Gününüz necə başlayır? Çox doğru. Ümumilikdə mənim birinci işim nədirsə, deyərəm ki, yaxşı müşahidə. Yəni mənim dünən bu mövzuda hətta mən dəvət alanda bu haqda düşünürdüm ki, belə bir sual gəlsə ki, marketinqin birinci işi nədir? Deyərdim ki, müşahidə deyərdim. Niyə? Siz daha az öncə mən məsələn nə dedim? Dedim ki, bu işlə daha əvvəllər sahibkarlar məşğul olurdu. Niyə? Çünki sahibkarlar həmin məkanda daha çox vaxt keçirdiyi üçün müştəriləri tanıyan birinci şəxsdir. Yəni bu gün yaxşı kimsə məsələn restoran marketinqi ilə yaxşı məşğul olmaq istəyirsə, bir sahibkar qədər ən azından orada vaxt keçirməlidir. Yaxşı müşahidələr etməlidir və öz arzularını yox, həqiqətən
həmin məkanın, həmin lokasiyanın, həmin mühitin arzuladığı şəraiti yaratmalıdır. Həmin planı qurmalıdır. Ona uyğun kampaniyalar yaratmalıdır. Ona uyğun belə deyək, xidmətlər təklif eləməlidir. Və o müşahidənin nəticəsində hər şey formalaşır. Yəni biz əgər bir var ki, biz copy paste hansısa bir şirkətdən kampaniya oğurlayaq, bir də var ki, öz müştərimizi tanıyaraq öz kampaniyamızı yaradaq və o daha effektiv olur. Və bu gün mənə görə uğurlu marketinq mütəxəssisi yaxşı müşahidəçidir birinci növbədə. Çünki bu gün biz görürük ki, əvvəllər bunu çox tez eşidirdik ki, sahibkarlar gileylənirdi ki, mütəxəssislər bizi başa düşmür. Bizim istədiyimizi verə bilmir. Mən agentlikdə də çalışmışam. Agentlikdə olanda da bu şikayət gəlirdi bizə ki, siz bizim nə istədiyimizi bilmirsiniz. Əslində indi başa düşürəm ki, qismən haqlıdırlar onlar. Niyə? Çünki biz az zaman keçirdirdik. Çünki biz bir neçə işlə məşğul olurduq və orada bir qısa müddət keçirdiyimiz üçün tam hiss eləyə bilmirdik. Amma mən bugün tam hiss eləyə bilirəm. Hətta məsələn mən çalışıram ki, zal mühitində işləyim. Yəni işləyə prosesi müşahidə eləyim. Məsələn mənim işimin ən böyük ikinci müşahidəmin deməli mənim ən böyük deyək ki, araşdırma belə obyektlərimdən biri bizim əməkdaşlardır. Mən ofisiantdan da, restoran meneceri ilə də, müxtəlif oradakı peşə sahibləri ilə tez-tez söhbət edirəm. Və müxtəlif məhsullar haqqında onlara sual verirəm, bir sorğu blankı kimi. Və beləliklə mən başa düşürəm ki, mən harda səhv edirəm və yaxud nəyi səhv düşünürəm, nəyi onların gözündən baxa bilmirəm. Və beləliklə doğru məhsul çıxır ortaya. Hansı ki, biz əslində bugün marketoloqlar ideyanı göydə və yaxud ChatGPT-də axtarmırlar. Həmin söhbətlər zamanı çıxırmış belə deyək məhsullar. Onlar deyirlər ki, müştəri gəldi belə bir irad bildirdi. Çox gözəl bir artıq bizə ipucu verdi ki, buradan bir yola çıxmaq olar. Məsəl üçün müştəri daha ucuz məhsulunu istəyir və yaxud daha keyfiyyətli məhsulunu istəyir, daha doyumlu məhsulunu istəyir. Hamısını bir yerdə. Hə, yəni o da olur bəzən, amma daha çoxunu faiz etibarilə görüb sən oradan bir məhsul yaradırsan. Yəni mənim işimin əgər bəlkə də indi tam birmənalı qarşılanmaz, yaxşı müşahidə edirəm hər gün, çoxlu müşahidə edirəm və çoxlu ünsiyyətdəyəm əməkdaşlarla. Və beləliklə bu formada şirkətin kampaniyalarını düşünürəm, sosial media strategiyasını düşünürəm və beləliklə şirkətin marketinq strategiyasına uyğun artıq marketinqini aparıram. Belə deyərdim. Amma yeni başlayan bir restoranla, məsələn kimsə yeni qurur və hələ açıq deyil də restoran planlayır ki, başlayacaq fəaliyyətə. Bunun marketinq işləri ilə artıq uzun müddətdir ki, bazarda olan restoran marketinq işləri yəni ki, fərqlidir. Biz artıq fəaliyyət göstərən haqqında biraz danışdıq, amma istəyirəm ki, əgər sıfırdan başlayırsa, o nəyi necə eləməlidir? Həmin funksiyanı çox önəmlidir ki, ya sahibkar və yaxud komandasındakı menecermi deyək, hər hansı baş ofisiant mı deyək və yaxud hətta hostes deyək, komandasında marketinq yönümlü, beyinli, onun kimi düşünən, yaradıcı insanları toplamalıdır ətrafına. Və gündəlik müzakirə əsasında həmin mənim gördüyüm işləri o müxtəlif təlimlər vasitəsilə mi deyək və yaxud komandasına deyək ki, daha əvvəl bu sahədə çalışmış adamlardanmı deyək, hansısa formada belə düşünən və yaradıcı yaxşı yenə də funksiya qalır, yəni o müşahidə və ünsiyyət modeli qalır yerində. Sadəcə olaraq mütəxəssis, məsələn bir var ki, bilir nəyi niyə edir. Sadəcə onlar test edərək edəcəklər qısa müddətli dövrdə. Yəni başlayanda tutaq ki, bir var ki, bizim kimi şəbəkələr deyək ki, bunu daha uzun müddət, bir ay fikirləşir ki, görəsən edəkmi, etməyəkmi. Amma yeni yaranan şirkətlərin itirmə qorxusu daha az olduğundan onlar bunu daha sürətli test edə bilirlər. Və sürətli test edə bildiyi üçün də artıq nəyi necə eləyəcəyini prosesdə görürlər. Belə deyərdim. Bəs olduğu kimi məsələn kopyalamaq olmaz. Deyək ki, başdan İlkin mərhələdə olar. Bu uğurlu olur. İlkin mərhələdə bəli. Yəni ilkin mərhələdə ayda axtarmaq lazım deyil. Məsələn mən hətta yeni tutaq ki, sosial media mütəxəssisi və yaxud story maker tutaq ki, əməkdaş götürəndə ona ilk olaraq get sən düşün demirəm. Deyirəm ilk olaraq kopyalaya bilərsən.
İlk olaraq tutaq ki, əvvəl etdiklərimizi kopyalaya bilərsən və yaxud başqalarının etdiyi o yolda düzələn bir prosesdir. Amma məsələ burasındadır ki, birinci rəhbər şəxs bilməlidir ki, bu yolun sonu axıra kimi belə gedirsə bu səhvdir. Amma ilk başdadırsa bu əgər yol tapmaq üçün yolda artıq bunu düzəldirsə, inkişaf etdirirsə, burada bir problemdir. Bir də məsəl üçün məşhur trendlər var da, deyək ki, hansı ki, restoranlar da bundan çox aktiv istifadə edir. Mən hər zaman təklif eləmişəm ki, eyni trendi edək, amma orada öz fərqimizi, öz imzamızı qoyaq. Yəni orada nə isə əks edək, nə isə fərqli edək. Tutaq ki, birində əgər o videoda trend qızdansa, biz oğlanla eləyək ən azından. Ən azından fərqli yanaşma olsun. Və düşünürəm ki, belə olduğu halda ilkin başda copy-paste etmək problem deyil. Məsələn, biz oxuyuruq, tutaq ki, qlobal markaların кейslərini oxuyuruq və oradan ilhamlanırıq. Birə-bir təbii ki, etmirik. Amma ilhamlanırıq ki, aha, bunu falan marka belə edibsə, demək ki, bu keçərlidir. Mən qlobal markaları da müşahidə etməyə çalışıram, yerli markaları da müşahidə etməyə çalışıram. Özümdən zəifi də belə deyək, daha kiçik firmalarda müşahidə etməyə çalışıram, özümdən böyüyü də. Çünki necə ki biz bu gün həmişə nə deyirlər? Uşaqdan da öyrənə bilərsən, 70 yaşlı insandan da öyrənə bilərsən. Yəni və əsas odur, onu öyrənmək istəyəsən. Burada məncə xarakter də çox önəmlidir. Bu peşədə düşünürəm ki, uğurlu olmaq üçün biraz türklər isə təvazökar, mütəvazı olmaq lazım. Yəni sən deməməlisən ki, yox bu məndən balaca vəzifədir, bu məni nə öyrədə bilər ki? Xeyr, belə düşünməməlisən. Çünki gündə müştəri ilə, ta ki restoran sektorunda müştəri ilə ünsiyyətdə ofisiant məndən daha çox ünsiyyətdədir. O məndən daha çox bilir 100%. Hə, ondan mən hazır məhsul gözləmirəm. Demirəm ki, mənə hazır kampaniya ver ki, neyniyək? Mən ondan sadəcə olaraq bugünkü söhbətimiz kimi, müsahibələr kimi söhbət edirik. Necədir vəziyyət? Nə soruşurlar? Bu yemək haqqında nə dedilər? Bahamı dedilər, ucuzmu dedilər, dadlımı dedilər. Belə suallarla, yoxlayıcı suallarla sadəcə olaraq ona heç bir informasiya da vermirik. Sadəcə olaraq informasiya, aha, oldu. Artıq və bunu bir neçə adamla edirik. Hətta sahibkarlarla da biz bunu danışırıq, görüşürük ki, sən necə görürsən? Məsələn, bəzən olur ki, məsələn, marketinqdə bu tez-tez rastlanan bir şeydir ki, məsələn, bir loqo düzəlir və yaxud bir video düzəlir. Marketinqə görə bu mükəmməldir, əladır, superdir. Amma kənardan baxaraq heç nə başa düşmədim. Biz bilirik ki, biz göz yanılması var. Biz ideyanı biz düşünmüşük deyə elə bir ki, hamıya çatıb bu. Və orada təvazökarlıq olmasa, mütəvazilik olmasa, öyrənməni biz dayandırsaq, deyəcəyik razılaşmayacağıq. Deyəcəyik ki, yox, sən səhv deyirsən. Əvvəllər bu var idi. Təcrübəsiz dövrümüzdə bunları çox tez rastlaşırdıq. Xüsusilə agentlikdə işlədiyim dövrdə biz müxtəlif layihələr hazırlayırdıq və bəyənilmirdi ki, yox, bunu təzəsindən biz də dedik, yox, siz başa düşmürsünüz. Amma indi artıq daha rahat, artıq təcrübə dolduqca rahat başa düşürük ki, əgər bu gedib konkret şəxslərə çatmırsa, yəni bir kampaniya ofisianta, sahibkara, restoran menecerinə və yəni o ideyanı yaratmayanlar başa düşmürsə, əgər əlavə izaha ehtiyac varsa, deməli səhvdir. Deməli təzədən düzəltmək lazımdır. Razıyam. Həqiqətən çox maraqlı bir məqama toxundunuz və bir şey də soruşmaq istəyirəm. Bax, bir neçə dəfə vurğuladınız ki, agentliklərlə çalışmaq və s. Ümumiyyətlə restoranda reklam işlərini agentliyə tapşırmaq daha yaxşıdır, yoxsa öz daxili komandan olmalıdır? Bu agentliklərlə işləmək ümumiyyətlə yaranıb ta ki Azərbaycanda 2017-ci ildən hardasa son 2017-ci ildən başlayaraq yarandı və bir çox agentliklər var və biz də bizim şirkət də agentliklər, həm mən agentliklə çalışmışam, həm də agentliklə çalışmışam. Hər iki tərəfdə olmuşam, amma mən demək istəyərdim ki, artıq əvvəlki SMM agentliyi funksiyası növ dəyişdirib. Çünki əvvəllər sosial medianın zəif dövründə, hamının səhifəsi olmadığı, hamıda kontaktlar olmayan dövrdə tutaq ki, sizə bir dizayner lazım isə siz onu tapa bilmirdiniz. Sizə mütləq şəkildə agentlik lazım idi. Və yaxud videoqraf lazımsa siz mütləq agentliyə müraciət edirsiniz. Amma bugün hər birinin ayrıca səhifəsi var. Və siz ancaq böyük layihələrdə, hansı ki televiziya üçün bir layihə işləyəndə, reklam çarxı üzərində işləyəndə artıq bir agentliyə müraciət edirsən ki, həm bunun storyboardu olsun, bunun bir ssenarisi olsun, bunun bir copywriter olsun. Amma məsəl üçün, deyək ki, bugün SMM işini təşkil etmək üçün nə lazımdır? Deyək ki, fotoqraf, food stilist və bunun yaradıcı heyət. Və bunun hamısına əgər restoranlar və ya digər şirkətlər deyək, özü çata bilirsə və
və daha uyğun qiymətə çata bilirsə, orada vasitəçi hər hansı bir dəyər yaratmırsa, xüsusi bir iş görmürsə, niyə onlarla işləsin? Və ona görə də mən düşünürəm ki, SMM agentliklərinin sayı kifayət qədər azalıb. Bu qalıb yalnız və yalnız aşağı büdcəli obyektlər üçün, hansı ki, ayrıca deyək ki, bu işləri görəcək əməkdaş tuta bilmir. Ona mütləq agentlik lazım ki, kombo şəklində ona təqdim eləsin, hər bir şeyi hazır şəkildə təqdim eləsin. Amma artıq şəbəkə və artıq düşünürəm ki, orta və böyük şirkətlər artıq məncə agentliklərlə sırf SMM məsələsində daha az çalışır. Amma az sayda bir neçə qrup var. Bir də mənə məsələn indi müşahidə edəndə kənardan bir müştəri kimi belə görünür ki, bir dövr olur, hər hansısa bir restoranlar, bilmirəm bunu əvvəlcədən özləri danışırlar, əlbir olurlar, yoxsa təsadüfən belə alınır ki, məsələn bir dövr var idi, sanki yumurta pomidorun marketinqi çox yaxşı gedirdi. Bir dövr olur, xəngəl çox yaxşı dəbdə olur. Sonra belə yeməklər dəyişir. Məsələn, bəzi dəniz məhsulları var ki, əvvəl heç bizim ağlımıza gəlmirdi, amma indi onsuz qala bilmirsən, istəyirsən mütəmadi yeyəsən. Yəni onların marketinqi yaxşı gedir. Siz bunu necə təyin edirsiniz ki, biz hansı yeməyi indi qabağa çəkməliyik, hansı yeməyə daha çox insan gətirmək olar? Çox doğru vurğulayırsınız. Burada təbii ki, bir təbii trend də var burada, mən düşünürəm ki, hansı ki, məsəl üçün, bəzən yəqin ki, siz bunu musiqidə də, radioda da hiss edirsiniz ki, məsəl üçün, hansısa bir musiqi 2 il bundan əvvəl çıxıb, amma bugün gündəmdədir. Mən düşünürəm ki, burada bu nədir? Təbii trenddir də. Yəni sizdən asılı olmayır. Siz bunun üçün heç bir şey etməmisiniz. PR üçün heç bir şey aparmamısınız. Sadəcə o YouTube-da qalıb, sadəcə nəyə görəsə hansısa videonun üzərində olub və dildən dilə yayılıb və bu artıq hal-hazırda trendə çevrilib. Mən düşünürəm ki, bu sahədə də dediyiniz məsələ heç də məncə düşünülmüş olmur. Yəni nə xəngəlin, nə pomidor yumurtanın trendi, PR-ı mənə elə gəlir ki, heç də düşürmüş olmur. Sadəcə olaraq bunu bir nəfər edib, bilmədən. Və daha sonra artıq uğurlu olandan sonra deyib ki, o bizə nə yaxşı, gəl biz də edək. Amma mən düşünürəm ki, necə ki, həmişə mütəxəssislər deyir ki, qlobal brendlərin loqolarına baxanda o sadəliyi görəndə deyirsən ki, bunun birinci işi yaradıb, sonra loqonu və digər detalları düşürüm. Də sonra üstündən yazıb ki, bizim belə bir vizyonumuz var, belə bir məqsədimiz var. Əslində heç şey yox idi da. Yəni ilk yaradanda sadə bir biznes idi. Sonradan çıxıb ki, o sən demə qlobal ideyalara məxsus, qlobal məqsədləri olan bir şirkətmiş. Mən düşünürəm ki, yəni burada da heç də bu dəqiqə məsələn biz oturaq sizlə və yaxud bir neçə marketoloqla oturaq, deyək ki, məsəl üçün şərti X bir yeməyi trend eləyəcək. Eləyə bilmərik. Yəni bunun çünki trendin Amma məncə edə bilərik. Məsələn, istənilən birinci təyin etməliyik ki, hansı kimə satmaq istəyirik, kimin üçün trend etmək istəyirik o yeməyi. Sonra o kütləyə kim xitab edə bilər? Fikir verik ölkədə, şəhərdə hansı insanlar onlara xitab edir? Yəni o insanlar kimə qulaq asır, kimin səhifəsini izləyir və s. Kimlər o haqqda danışsa, 2-3 dəfə şəkil paylaşsa və sonra elə də rahat alacaqlar. Həmin kütlə də o adam kimi inanacaq və gedəcək. Burada yenə deyirəm, mənim razılaşmadığım məqamlar ondan ibarətdir ki, burada yəni dəfələrlə bu kimi planlanmış layihələr olub, yəni müxtəlif şirkətlər tərəfindən, istər influencerlər, blogerlər, məşhur tanınmış adamlarla və yaxud dünya trendini bura gətirmək istəyənlər olub və Azərbaycanda o tutmayıb. Və bu bir daha göstərir ki, trend düşünürəm ki, insan psixologiyası ilə birbaşa bağlı olduğu üçün onun necə ki 2 il əvvəl çıxan bir mahnı bu gün trend olmasının heç bir anlamı yoxdur. Yəni heç bir məna vermək olmaz ki, burada nə baş verdi. Mən düşünürəm ki, trend böyük anlamda təbii prosesdir. Çünki bizdə belə deyək də, məsələn mən sizlə hansı halda razılaşardım? Bizdə böyük bir data analitik olsaydı, məsəl üçün hansı ki bu dünyada var, sənin Google-dan axtardıqlarını yığırlar bir yerə və yaxud çoxlu sorğular edirlər, insan beynini, insan davranışlarını çox böyük formada öyrənirlər, brainstorminglər, fokus qruplar olur və s. Bunların hansı var ki bizdə? Azərbaycanda bunların hansı var ki? Hansı insan bu gün toplayır ki, tutaq ki şərti X zonası hansı yeməkləri xoşlayır? Və yaxud hansı yeməyi biz
trend eləsək onların xoşuna gələr. Yəni bu gün o data analitika olmadığı üçün bu ancaq mən düşünürəm ki, yoxlamaqla olur. Yəni niyə yoxdur? Baha başa gəlir deyə. Əlbəttə. Bu gün deyək ki, bunun üçün nədir? Araşdırma şirkətləri olmalıdır. Daha sonra rəqabət şərtləri o qədər ağırlaşmalıdır ki, məsəl üçün 1000 yox, bəlkə 10.000 restoran olmalıdır. Restoran deməlidir ki, mən ayaqda qalmaq üçün artıq miniumu özüm nə istədiyim yox, araşdırma nəticəsinə əsasən menyu yazacağam. Azərbaycanda hansı restoran araşdırma nəticəsinə əsasən menyu hazırlayır? Və yaxud digər bir geyim mağazası olsun, elektronika sahəsi olsun, hamısı öz mütəxəssislərinin təxəyyülü ilə bunu edirlər. Düzdürmü? Heç bir data əsaslı etmirlər. İndi qismən düşünürəm ki, məsələn, elektronika sahəsində qismən bu belə deyək, e-commerce-da olduqları üçün qismən data formalaşıb. Onlar artıq bilirlər ki, hansı televizor artıq belə deyək trenddədir, hansı televizordan gətirsə, hansı soyuducudan gətirsə. Amma düşünürəm ki, restoran sektorunda bu data kifayət qədər azdır və o qədər, yəni hissəsi belə, yəni daxili datalarda o qədər böyük deyil ki, sən ondan təhlil eləyib bütün Azərbaycan üzrə bir trend yaradasan. Yəni deyək ki, hər bir restoranın tutaq şərti deyək ki, ortalama əgər günləri 200-300 müştərisi gəlsə, tutaq ki, bu ayda 5000-6000 deyək ki, hətta hamısından soruşsaq belə, hətta bunu etsək belə, 5000-6000 bizə 10 milyonluq ölkə üçün heç bir informasiya verməyəcək ki, biz fikirləşək ki, X bir zonasında yaşayan, həyatı boyu bizim restorana gəlməyən adama filan yeməyi təqdim etməsəm odur. Sadəcə olaraq ümumi araşdırma edirik. Deyək ki, ümumi restoranlar nə edirlər və yaxud dünyadakı restoranlar nə edirlər və yaxud səyahət edən zaman müşahidə edirik və bunun nəticəsində düşünürük ki, bu maraqlı ola bilər. Çünki buna oxşar olmuşdu və bu çox maraqla qarşılanır. Və yaxud tutaq ki, siz fikirləşirsiniz ki, məsələn biz bir səhər yeməyi eləmişdik. Oradan yaralanmışdıq ki, hamı bizdən səhər yeməyini doyumlu olmasını istəyir. Biz də adını qoyduq doymadan qalxma. Ona görə, yəni oradan yaranan bir şeylər olur bəzən, amma bu məhsulun və ya ideyalar neçə faizdir ki? Belə deyək. Onda regionlara görə, məsələn, əgər kimsə Zaqatalada restoran açmaq istəyirsə, orada fərqli nəsə araşdırmaq lazım. Lerikdədirsə bu fərqli. Çox doğru. Araşdırmalıdır və mümkün varsa canlı olaraq həmin müxtəlif zonalarla söhbət etməlidir. Məsələn, mən özüm çalışıram ki, əgər həftə sonu hardasa oturacamsa, çalışıram ki, eyni restoranlarda oturmayım ki, həm ziyarət, həm ticarət olsun da. Yəni ki, həm də öyrənmiş olum, həm də görüm ki, onlar nə etmiş olurlar. İndi bu sizin işinizdir deyə belə edirsiniz. Amma insanların əksəriyyəti, məncə mən də çalışıram ki, adətən elə öyrəşdiyim və məni tanıyan yerdə oturum. 100% bu belədir. Ki, orada əminsən ki, daha yaxşı sənə xidmət olur. Bu bizim layallıq səviyyəmiz həqiqətən də restoranlarda çoxdur. Yəni bizim də məsələn daimi müştərilərimiz yeni müştərilərdən daha çoxdur. Bu reallıqdır. Və xüsusilə milli mətbəx üzrə, xüsusilə mərkəzi nöqtədə olmayan restoranlar üçün bu 100% belədir. Yalnız mərkəzi nöqtədə, hansı ki şəhərin mərkəzində təsadüfən oradan keçəndə oturduğumuz əsasən bu kofe shoplar olur təbii ki və yaxud kiçik kafelər olur ki, biz orada yemək yemək üçün yox, sadəcə olaraq kimlərsə görüşmək üçün, söhbət etmək üçün, işgüzar bir görüş üçün görüşürük. Amma məsəl üçün mən əgər Zaqatalada şərti sizin qeydinizə əsasən Zaqatalada restoran açmalı olsam, mütləq ən azından bir ay ən azı orada keçirərəm və müxtəlif yaş təbəqəsi ilə, müxtəlif oradakı təbəqələrlə, hətta oradakı bütün obyektlərdə oturaram, müşahidə edərəm ki, onlarda nə yoxdur. Nə olsa, onları Bakıya üst tutmağa nə vaad edir. Məsələn, bizim elə dostlarımız var ki, Qubada yaşayırlar, səhər yeməyinə bura gəlirlər. Demək ki, arzularına uyğun orada səhər yeməyi verilmir. Yəni Bakıda verilən... Yox, buna bir fərqlilik kimi də əslində bax. Məsələn, bizdə nə qədər insan ola bilər ki, səhər yeməyi və ya digər nəsə dad dəyişmək üçün gedə bilər rayonlara. Hə, amma demək deyil ki, buranı bəyənmir. Hə, məsələ, amma mən onu demək istəyərdim ki, məsələn, tutaq ki, məsələ Qubada, biz özümüz də tutaq ki, olanda görürük ki, daha çox hələ də onlar dada fokuslanıblar. Hələ də tərtibata o qədər fokuslanmayıblar. Yəni Bakıda mən deyərdim ki, dad artıq məncə ikinci plana bir mənalı olaraq keçib, sürətlə də keçir. Yəni dekor, tərtibat, interyer, mühit, yerləşmə yeri, aura, ora kimlərin gəlməsi, kimlərlə bir yerdə oturmağın,
Yəni sahibkar istəyir ki, sahibkarlarla olduğu mühitdə otursun. Belə deyək ki, xanımlar istəyir ki, daha çox xanımların olduğu məkanda otursun. Gənclər istəyir ki, daha çox gənclərin olduğu məkanda otursun. Yəni bu artıq daha da ikinci hissəyə atıb. Yəni əvvəllər məncə daha çox harda dadlı verirlər sualı var idisə, indi məsələn mənə sual verirlər ki, harda açıq hava var? Harda qəşəng şəkil çəkdirməli yer var? Yəni artıq dadı soruşaq xüsusilə gənc və deyək ki 25-35 deyək də. Bu nəsə xüsusilə gənclər və yeniyetmələr də deyək buna. Onlar üçün dad artıq ikinci dərəcəlidir. Hətta məsəl üçün siz bir salatı öz restoranınızda çox dadlı verə bilərsiniz. Əgər onun arzuladığı kimi və ya telefonunda gördüyü dekorda vermirsinizsə, siz zəif restораnsınız. O artıq beynində düşünür ki, orada daha yaxşıdır. Bu məni kədərləndirir açığı. Yəni o deməkdir ki, insan dadı sən özün hiss eləyirsən də, bu özünə verdiyin dəyərdir, amma digər görüntü və s. bu Instagram, yəni başqalarına göstərmək üçündür. Bəli. Özümüzü ikinci plana atırıq ki, tək kənardan yaxşı. Mütləq şəkildə bu belədir. Bunu bilmirəm müşahidə edirsiniz yoxsa yox, amma mən sırf işim bu olduğu üçün müşahidə edirəm deyə bir mənalı şəkildə deyirəm ki, və dönə-dönə də hal-hazırda işlədiyimiz layihələr üzrə də məsələn yeni bir səhər yeməyi təqdimatında məsələn baxıram ki, elə insan var ki, şef görürəm ki, deyir ki, qaymaq daha yaxşı olsun, yağ daha yaxşı olsun. Mən deyirəm ki, bunun dekorunu dəyişək. Başa düşürəm ki, biz marketinq gözünə. Bəli. Çünki mən deyirəm ki, bunu satacaq şəxs mənəmsə və yaxud bunu blogerə çəkdirəcək şəxs mənəmsə, mənim bunu görüntülü lazım. Və mən başa düşürəm ki, həqiqətən də elə olur. Və həqiqətən də görüntü, yəni təbii ki, yenə də amma bunun bir amması var. Gələndən sonra artıq o görüntü gözəldir. Gəldi, əgər soyuq çay ilə qarşılaşdısa və yaxud köhnə çörək ilə qarşılaşdısa, pis qaymaqla qarşılaşdısa, artıq bir daha gəlməyəcək. Mən yəni demirəm ki, o dad faktoru yox olub. İkinci pilləyə keçib. Yəni birinci görüntü gələndən sonra artıq gözü gördümü, şəkil çəkdirdimi? Artıq indi yemək zamanıdır. Bir dəfə deyək ki, biz blogerlərdən birinin bir restoranı vardı. O dedi ki, mən restoranı açanda elə düşünürdüm ki, bu çox uğurlu olacaq. Çünki mənə kifayət qədər insan tanıyır, mən paylaşanda gələcək. Deyir, mən daha sonra gördüm ki, həqiqətən də mən paylaşandan sonra gəlirlər. Amma insanlara sən demə dadlı yemək də lazımmış. Yəni adam ona görə uğursuz oldu və restoranı bağlandı. Bu o deməkdir ki, yəni ikinci faktor əhəmiyyətsiz faktor deyil. Yəni qətiyyən sözümdən o çıxmasın ki, keyfiyyətsiz yağdan istifadə edin, görüntüsü gözəl olsun. Bunu demirəm. Mən deyirəm ki, birinci əgər yağ düzgün qaba qoyulmayıbsa və ya düzgün formada doğranmayıbsa, o nə qədər dadlı olub olmamasının bugünkü dövr üçün heç bir əhəmiyyəti yoxdur. Bunu demək istəyirəm. Aydındır. Ramin bəy, çox sağ olun gəldiyinizə görə. Mövzu ilə bağlı ola bilər ki, nəsə vacib bir şey qaldı, mən soruşmadım, əlavə eləyə bilərsiniz. Təşəkkür edirəm mən də dəvəti üçün. Çox sağ olun ki, bu mövzuya yer ayırdınız. Düşünürəm ki, bu mövzuda danışılacaq çox məqamlar var və bu sözün özü belə sektorumuz üçün yeni olsa da, restoran marketinqi sektorumuz üçün yeni olsa da, düşünürəm ki, bu gün-gündən inkişaf eləyəcək və artıq kiçik şirkətlər də və orta şirkətlər də artıq ilk fürsətdə bunu daha peşəkar necə görə bilərik haqqında düşünəcək və başa düşəcək ki, bu sektor üzrə insanlar yetişməlidir və kömək olmalıyıq ki, yetişsin və beləliklə sektorumuz biz görəcəyik ki, mütəxəssislərdən sonra daha da inkişaf edəcək. Bugünkü həmsöhbətin Başkənd Restoranlar şəbəkəsinin marketinq direktoru Ramin Fərəcullayev idi. Biz onunla birlikdə məhz restoran marketinqi haqqında danışdıq.